Baku Talks kanalına xoş gəlmisiniz. Təsəvvür edin, işdən yorğun evə gəlirsiniz. Pultu götürüb yerli telekanallardan birini açırsınız və ekranda növbəti eyni tipli serial gedir. məhz. Özdə ilk 10 saniyə ərzində artıq hər şeyi təxmin edə bilirsiniz. Yəni, diyaloqlar o qədər süni səslənir ki, sanki kimsə o sözləri birbaşa elə kağızdan oxuyur. Teatr tonunda, düzdür? Hə, hər kəs qəribə bir teatr tonunda danışır. Otaqdakı işıq da o qədər parlaq və düzdür ki, adamların üzündə bircə dənə də olsun kölgə yoxdur. Süjetin hara gedəcəyini, kimin kimə xəyanət edəcəyini daha seriya başlamamışdan bilirsən. Hər şey həddindən artıq təhlükəsiz gəlir. Amma bilirsiniz necədir? Bu əslində sadəcə təsadüfi bir sənət uğursuzluğu deyil. Biz həmişə aktyorları qınayırıq, amma məsələ fərqlidir. Bəs nədir əsl səbəb? Səmayə problemidir. Bəli. Bu, sadəcə reyting xatirinə riskdən qaçan, tamamilə təhlükəsiz zonaya sığınmış və iqtisadi cəhətdən məhdud bir sənayenin refleksidir. Yəni, televiziya çoxdandır ki, sənət istehsal etmir. Zavoda çevrilib, belə deyək. Düzdür. O zamanətli, sadələşdirilmiş və tez həzm olunan məhsullar buraxan bir zavoddur. Amma sonra, deməli 2023-cü ildə sanki bu zavodda qəflətən bir qısa qapanma oldu. Yəni, sistemdə xəta baş verdi. Hə, ictimai televiziyadakı o layihəni deyirsiniz. Bəli, Əqrəb mövsümü. Bu mini serial efirə getdi və birdən-birə bütün ölkə, yəqin ki, siz özünüz də izləyicilərimiz kimi nəfəsini tutub ekranlara kilidləndi. Hər kəs ondan danışırdı. Doğrudan da maraqlı fenomenidir. Çünki bayaq dediyimiz o süni şablon dəliblərin heç birinə sığmırdı və bizi bugünkü dərin təhlilimizə yönəldən də məhz bu oldu. Əla mövzudur. Bizə göndərilən o qalın mənbələr qovluğuna, yəni tarixi sənədlərə, araşdırma məqalələrinə və ən son kino hesabatlarına əsaslanaraq bir tapmacanı həll edəcəyik. O tapraca da budur ki, bu qədər struktur probleminə baxmayaraq, necə oldu ki, Əqrəb mövsümü kimi istehsallar uğur qazandı? Ay sağ ol. Bütün iqtisadi sıxıntılara rəğmən qaydaları necə poza bildi? Baxın, biz burada sizin yığdığınız o hesabatları sadəcə vərəqləməyəcəyik. Biz təkcə nə baş verdiyini deyil, bu sənaye maşınının daxilindəki dişlilərin necə işlədiyini araşdıracağıq. Çünki ekranda gördüyümüz o süni işıqlandırma falan sadəcə zövqsüzlük deyil. Qətiyyən, onlar 10 illiklər boyu formalaşmış iqtisadi, bürokratik və hətta tarixi bir tıxacın birbaşa vizual təzahürüdür. Tarix deməkkən, bu materiallara baxanda məni ən çox heyrətləndirən elə tarix oldu. Biz bugün yerli sənayeni bayaq işlərdə günahlandırırıq. Amma sənətlər tam başqa şey deyir. Nə mənada? Yəni Azərbaycan kinosu qlobal yarışa arxadan yox, düz start xəttində dünyanın ən birinciləri ilə eyni vaxtda qoşulub. Hə, 1898-ci il məsələsini deyirsiniz. Çox unikal bir dövr idi o. Mən oxuyanda şoka düşdüm. Siz bunu biraz detallı izah edə bilərsiniz? Təbii. Gəlin o dövrün mənzərəsini göz önünə gətirək. Fransız fotoqraf Alexander Michon Bakıya gəlir. O vaxt Bakı qlobal neft bumu yaşayır. Hər yanda səs-küy, fəhlələr, neft güllələri. Düzdür. Və Michonun əlində o Lumière qardaşlarının ilk ağır taxta mexaniki kameralarından biri var. O, Bibi Heybətdən neft fontanı yanğınını lentə alır. Təsəvvür edirsiniz, kino hələ dünyada sənət kimi təsdiqlənməyib, amma bizdə çəkiliş gedir. Bəli, bu dünyada sənətli kinonun tamamilə ilkin nümunələrindən biridir. Azərbaycanın sənaye mənzərəsi birbaşa tarixə köçürülürdü. Ağla sığmazdı. Yəni, biz sözün əsl mənasında sənədli kinonun mərkəzində olmuşuq. Sonra da 1916-cı ildə Neft və Milyonlar səltənətində kimi bədii filmlər çəkilib. Və arxasınca Sovet dövrü gəlir. Bax, elə o Sovet dövrü mənim beynimi qarışdırdı. Mənbələrdə 60-cı, 70-ci illər Xruşov mülayimləşməsi kimi qeyd olunur və xüsusi intibah dövrü adlanır. Bəli, o dövrdə çox güclü filmlər çıxmışdı. Amma mənim anlamadığım budur. Sovet İttifaqı kimi senzuranın pikdə olduğu, hər şeyi təbliğat alətinə çevirən bir rejimdə necə oldu ki, Rüstəm və Maqsud İbrahimbəyovlar, Anar kimi yazarlar belə işlər gördülər? Çox haqlı bir sualdır. Yəni, Nəsimi və ya Dədə Qorqud kimi dərin, pafosdan uzaq, fəlsəfi filmlər yarada bildilər. Rejim o psixoloji dərinliyə necə göz yumdu axı? O mülayimləşmə dövrü sənətdə çox praktik bir mexanizmin dəyişməsi idi.
Yosif Stalinin ölümündən sonra dövlətin o beton kimi sərt qəlbləri biraz çatladı. Aha, yəni boşluq yarandı. Bəli, əvvəllər ssenaristə ancaq zavod planını 150% yerinə yetirən qəhrəman fəhlə haqqında yazmaq diktə edilirdisə, senzura zəifləyən kimi yaradıcılar bundan istifadə etdi. Yəni kütləvi təbliğatdan qaçıb birbaşa insanın daxili psixologiyasına girdilər. Düzdür, amma burada ən əsas məsələ nə idi bilirsiniz? İqtisadiyyat. Rejissorun filmin büdcəsini çıxarmaq, reyting yığmaq dərdi yox idi. Pul hazır gəlirdi yəni. Məhz dövlətin nəhəng maliyyə maşını var idi, pulu Moskva verirdi, yaradıcı heyət ancaq sənət barədə düşünürdü. Və sonra 91-ci il gəldi. Müstəqillik bərpa olundu. Yəni, nihayət hekayələrimizi sərbəst danışmaq şansı yarandı. O qəfəsdən çıxdıq. Amma iqtisadi baxımdan bu bir şok idi. Özdə necə şok. Göndərdiyiniz sənədlərdə açıq görünür ki, müstəqillik sənət üçün bir növ iqtisadi qiyamət oldu. O sonsuz büdcə kranı bir gecədə bağlandı. Bütün paylama şəbəkəsi yoxa çıxdı. Bu elə bil ki, baxın, bir bənzətmə edim. Təsəvvür edin, dünya səviyyəli simfoniya orkestra var. İllərdir ən mürəkkəb klassik əsərləri çalırlar. Və qəflədən bircə günün içində... Həm dirijoru, həm büdcəni itirirlər. Bəli, konsert salları da əldən gedir. Və bu dərin peşəkarlar sadəcə ailə dolandırmaq üçün məcbur qalıb səsküylü küçədə qəpik quruş üçün ifa etməyə başlayırlar. Repertuar da avtomatik dəyişir. Təbii ki, sən artıq küçədə dərin simfoniya çala bilməzsən. Yoldan keçənin diqqətini çəkəcək, ucuz, bəsit pop melodiyalar çalmalısan. Çox dəqiq bənzətmədir, çünki burada yaşamaq instinkti sənətə arxa plana atır. Sənaye o nəhəng pavilyonlarını itirdi və televiziyaya sığındı. Və yeganə gəlir mənbəyi televiziyadakı reklam verənlər oldu. Tamamilə. Bu da bizi bilavasitə bugün hər kəsin tənqid etdiyi o səviyyəsiz seriallar paradoksuna gətirib çıxardı. Bax, mən də bu paradoksda ilişmişdim. Biz həmişə ekran qarşısında oturub aktyorları söyürük, deyirik ssenaristin qabiliyyəti yoxdur. Amma günah tək onlarda deyil. Yox, sənədləri oxuduqca dəhşətə gəldim. Problem sistemin özündədir. Orada yazılmışdı ki, Azərbaycanda bir ssenarist gündə 30-40 səhifə dialoq yazmağa məcburdur. Gündə 40 səhifə. Bu rəqəmin arxasında dayanan o zehni reallığı təsəvvür edin. Bu ki dəlilikdir. Qlobal təcrübədə, deyək ki, Amerikan sənayesində bir serial üçün writer's room, yəni ssenaristlər otağı qurulur. 5-10 nəfər yazar aylarla otağa qapanıb hekayə qurur. Hər detalı travmanı işləyirlər. Bəli. Bizim iqtisadi modeldə isə bir nəfər səhər oyanır və axşama qədər 45 dəqiqəlik efir boşluğunu doldurmalıdır. Yəni bu adamın fəlsəfə, məntiq barədə düşünməyə fiziki olaraq vaxtı ola bilməz. Mümkün deyil. Beyin ancaq səhifə sayını doldurmağa proqramlaşdırılıb. Nəticədə ekranda nə görürük? İki obraz düz 5 dəqiqə bir-birinə baxıb susur. Eləcə çay içirlər boş-boş. Yaxud heç yerə getməyən axmaq dialoqlar uzanır. Və bunun üstünə bir də sponsor inteqrasiyası əlavə olunanda, inanın, oxuyanda səsli güldüm. Çox tragikomik vəziyyətdə əslində. Deməli, ssenarist onsuz da əzilib o səhifələrin altında, hekayədə də qəhrəman qəzaya düşüb, təcili xəstəxanaya getməlidir, amma serialın baş sponsoru restorandır. Və yuxarıdan zəng gəlir. Bəli, deyirlər ki, o xəstəxananı sil, bizim obrazlar bu axşam restoranda kabab yeməlidir, çünki pulu onlar verib. Rejissor da məcbur qalıb bütün o hekayə məntiqini darmadağın edir. Və bu istisna deyil ha, bu artıq sistemin yazılmamış qaydasıdır. Dəhşətdir doğrudan da. İqtisadi diktat yaradıcı qərarları yeyir. Bir də bunun aktyor rotasiyası tərəfi var. O ən amansız halqadır. O necə olur? Müqavilə məsələsi. Bəli, obrazın taleyi hekayəyə görə yox, aktyorun prodüserlə müqaviləsinə görə həll olunur. Maaşda razılaşa bilmirlərsə, obraz anidən qəzaya düşüb ölür. Tamamilə məntiqsiz bir şəkildə. Sonra 2 ay keçir, büdcə tapılır, həmin aktyor bu dəfə xaricdən gəlmiş əkiz qardaş kimi yenidən kadra girir. Bu izləyicinin intellektini alçaltmaqdır sadəcə. Amma bir dəqiqə dayanın. Mənbələrdə məni çaşdıran çox qəribə bir məqam var idi. Nə barədə? Bu mədəni və lingvistik qopuqluq məsələsi. Araşdırmada yazılıb ki, Azərbaycanın tarix boyu əlifbasını dəyişməsi, ərəb, latın, kiril və yenə latın bugünkü ssenarilərin keyfiyyətinə mənfi təsir edib. Bəli, bu çox dərin bir sosioloji təhlildir. Səmimi deyim, mən bu əlaqəni heç cür tuta bilmədim.
Yəni bir əsr əvvəl əlifba dəyişib deyə, mənim bugün baxdığım serial niyə səviyyəsiz olmalıdır? Nə əlaqə var axı? Kənardan qəribə səslənir, bilirəm. Amma bu vizual düşüncəyə birbaşa zərbə vuran gizli bir mexanizmdir. Necə yəni? Baxın, bir xalqın fəlsəfəsi, daxili ritmi, ədəbiyyatı ilə nəsildən nəslə ötürülür. Siz hər dəfə qrafikanı kəskin dəyişəndə Nəsillər arasında bağ qırılır. məhz yeni nəsil orijinalı oxuya bilmir. Sizin senaristiniz Nizami Gəncəvini və ya Dədə Qorqudu orijinalını ritmi ilə yox, sadələşdirilmiş adaptasiya üzərindən oxuyur. Aha. Yəni mətni fəlsəfəsinə görə yox, sadəcə sujetinə görə. Kim kimi qaçırtdı, kim öldürdü deyə dərk edir. Düzdür. Ona görə də o əsəri ekrana köçürəndə ortaya dərin dram çıxmır, sadəcə tarixi paltar geyinmiş aktyorların teatr tamaşası çıxır. İndi anladım. Senaristlərin vizual təxəyyülü məhz bu qopuqluq səbəbindən kasıblaşıb və universitetdə də yəqin ki, yeni avadanlıqlar, maddi dəstək yoxdur. Əlbəttə, gənc tələbələrə eksperiment üçün imkan verilməsə, bu yaradıcı kasıblıq davam edəcək. Deməli, qarşımızda sadəcə qabiliyyətsiz insanlar yox, fəlsəfi köklərindən qoparılmış və o zavodun tələblərinə uyğunlaşmağa məcbur edilmiş bir nəsil var. Teleməkan rəhbərləri də onsuz da bu zavoddan başqa bir şey istəmirlər. Yaxşı, əgər sistem tamamilə, yəni amansızcasına bu bayaqlığa proqramlaşdırılıbsa, o zaman əqrəb mövsumu necə oldu da ortaya çıxdı? Onlar sistemi sındırmaq üçün bir neçə spesifik və çox cəsarətli addım atdılar. Nə etdilər məsələn? Sənədlərdir, qaydaları qəsdən pozublar. Birincisi, konveyer ssenari modelini rədd etdilər. Gündəlik yorğun bir beynin yazısı əvəzinə Ceyhun Hidayətlinin Əqrəb romanını istinad etdilər. Yəni əllərində hazır psixoloji motivasiyası olan bitkin bir ədəbi əsas var idi. Tamamilə. İkincisi isə kinematografik estetikada inqilab etdilər. Rejissor Emil Quliyev standart serialların o hər yeri düz işıqlandıran parlaqlığından imtina etdi. Sənətlərdə buna Nordic Noir, yəni Şimal Noirı deyirlər. Mənim burada bir sualım var. İşıqlandırma serialın taleyini necə dəyişə bilər ki? Yəni, niyə o qaranlıq estetika belə vacibdir? Çünki o noir estetikasında qaranlıq, kölgələr sadəcə sənət nümayişi deyil. O, hekayəni anladan praktik bir vasitədir. Ucuz televiziya işığı qurmaq tez və asandır. Pula da qənaətdir yəqin. Təbii. Amma o düz işıq hər şeyi süniləşdirir. Ucuz dekorasiyanı birbaşa gözə soxur. Noir üslubunda isə o kölgələri yaratmaq peşəkarlıq tələb edir. Və qüsurları da gizlədir. Həm gizlədir, həm də izləyicidə şuuraltı bir gərginlik, təhlükə hissi yaradır. Par-par yanan şən bir qonaq otağında qətlin gərginliyini necə hiss edə bilərsən ki? O da düzdür. Amma inanın mənə, məni işıqdan daha çox vuran bir şey var idi. Diyaloqlar. Mən izləyəndə qulaqlarıma inana bilmədim. Çünki küçə dilində danışırdılar. Hə. Biz öyrəşmişik ki, aktyorlar evdə çay içəndə belə fəlsəfi səs tonu ilə danışsın. Amma orada adamlar Bakı küçələrində necə danışırsa düz elə. Sərt, aqressiv. Bəli, cümlələri yarımçıq kəsərək, jargonlardan filan qorxmadan. Mən hiss etdim ki, bu obrazlar doğrudan da qonşu məhəllədə yaşayır. Camaat buna necə reaksiya verdi? İllərdir teatrallığa öyrəşmişik axı. Bax bu, cəmiyyətdə illərlə bastırılmış keyfiyyət və reallıq acılığının göstəricisidir. İnsanlara həmişə deyirdilər ki, cəmaat reyting üçün bu süni işi istəyir. Amma sən demə belə deyilmiş. Tamaşası təbii olana rezonans verir. Digər məsələ də janr seçimi idi. Ailə intriqalarından uzaqlaşıb, cəmiyyətin problemlərini qaranlıq bir cinayət prizmasından göstərdilər. Və ən əsası da platforma fərqi. İctimai televiziyanı nəzərdə tutursunuz. Bəli. İTV tam kommersiya kanalı deyil, reytingə və sponsorlara ölümcül dərəcədə bağlı olmadıqları üçün bu riskli məzmuna efir verdilər. Deməli, tamaşaçımız əslində zövqsüz deyil. Amma reallıq da odur ki, belə işlər nadir hallarda baş verir. Bəs bu boşluqda insanlar nə edir? Sənədlərə görə hamı türk seriallarına, dizilərə baxır. Bəli, bu kütləvi bir tendensiyadır. Niyə məhz türk məzmunu bizimkilər bu qədər cəlb edir? Təkcə dilə görə? Yox, sosiologiyada buna mədəni yaxınlıq deyirlər. İnsan həmişə öz inancına, ailə dəyərlərinə və ən əsası da mentalitetinə yaxın olan hekayəyə bağlanır. Və onların sənayesi də çox böyükdür axı. Nəhəngdir, dünya səviyyəli ixracat maşınıdır. Bizim izləyici hər axşam o mükəmməl ssenarilara, yüksək büdcəli işlərə baxanda istər-istəməz yerli sənaye üçün təzyiq yaranır. Adam müqayisə edir də fərqi görür və bizim o məntiqsiz istehsalı qəbul etmir.
Bəs onda dövlət sənayeni bu vəziyyətdən çıxarmaq üçün nə təklif edir? Yeni islahatlar var əslində. Hə, sənədlərdə Arkanın, yəni kino agentliyinin planlaşdırdığı bu 40% geri qaytarma mexanizmini oxudum. Cost reimbursement deyirlər. Amma mən iqtisadçı deyiləm. Bu 40% sistemi praktikada bir prodüserin həyatını necə dəyişir? Gəlin çox sadə dildə izah edim. Bugün bir müstəqil prodüser filmə 100 min manat tapmalıdırsa, investor ona pul vermir. Çünki yerli bazar kiçikdir, pul qayıtmır. Yəni risk çox böyükdür. Məhz. Amma Arkanın bu yeni qaydası olanda, dövlət deyir ki, sən bu filmə 100 min xərclə, mən onun 40 minini sənə nağd olaraq geri qaytaracağam. Aha, deməli prodüserin riski anidən kəskin azalır. Bəli. Və bu, xarici studiyaları, məsələn elə Türkiyə şirkətlərini ölkəyə cəlb etmək üçün də güclü alətdir. Onlar gəlib Bakıda çəkiliş edib, pul xərcləyəndə o xərci geri alırlar. Bizimkilər üçün də iş yeri açılır yəqin, təcrübə mübadiləsi olur. Tamamilə düzdür. Sənaye dövlətdən aslı modeldən çıxıb müstəqil, rəqabətli bir bazara çevrilə bilər. Bu, vallah çox gözəl, hətta sənaye üçün bir xilas kimi səslənir. Amma mən sənədlərin bürokratiya və etik senzura bölməsinə çatanda biraz ümidim qırıldı. Hə, o tərəfi də var məsələnin. Yəni, prodüserə 40% qaytarırıq, lap əla. Amma əgər o prodüser Bakının adi bir küçəsində 2 aktyorun yeridiyi səhnəni çəkmək istəsə, gedib icra hakimiyyətindən, polisdən, nazirlikdən kağızlar, möhürlər yığmalıdır. Niyə axı? Bürokratik əngəllər çox ağırdır. Bugün gənclər sadəcə kameranı götürüb şəhərdə çəkiliş edə bilmirsə, biz onlardan necə inqilab gözləyə bilərik? Üstəlik, o senzura məsələsi də var. Bəli, hesabatdakı o etik senzura faktı əslində gələcək üçün çox təhlükəli siqnaldır. 12-ci əsr şairəsi Məsləti Gəncəvi haqqında filmi deyirsiniz? Bəli, dövlətin maliyyələşdirdiyi layihə ola-ola sadəcə bəzi vizual təsvirlərin əxlaqsız sayıla biləcəyi iddiası ilə beynəlxalq festivaldan uzaqlaşdırılır. Bu ki, biabırçılıqdır. İnsanda özünü senzura yaradır axır. Əlbəttə, əgər ssenarist reallığı yazmaqdan, tarixi şəxsiyyəti öz insani qüsurları ilə göstərməkdən qorxacaqsa, küçədə kamera açmağa yüzlərlə kağız istəyəcəklərsə, sırf pulla sənətdə intibah yaratmaq qeyri-mümkündür. Azadlıq ən azı o pul qədər əsas şərtdir. Deməli, mənzərə heç də asan deyil. Biz bugün mənbələrin dərinə indik və aydın oldu ki, o fəxrlə bəhs etdiyimiz 1898-ci ildən, kinonun o ilkin dövründən necə gəlib, iqtisadi maşının altında əzilmişik. Bəli, büdcə yox olub, sənaye amansızlaşıb. Yaradıcılar gündə 40 səhifə yazan, sponsorun restoranına boyun əyən fəhlələrə çevriliblər. Amma əqrəb mövsümü bizə əsl ümidi göstərdi. Sistemi daxildən sındırmağın mümkünlüyünü sübut etdi. Bitkin bir ədəbi əsər, qaranlıq nordik noir estetikası və ən əsası, küçənin real dili bu qırılmaz görünən sistemi darmadağın etdi. İnanıram ki, izləyicilərimiz növbəti dəfə hər hansı bir yerli seriala baxanda arxadakı o mexanizmi görəcək. Bir növ Matrixin kodlarını görəcəklər. Ay sağ ol, artıq biləcəklər ki, ekranda o səbəbsiz yerə çay içib susan adamlar sadəcə yorğun bir ssenaristin həmin günə olan səhifə normasını doldurmaq üçün tapdığı ümidsiz çıxış yoludur. Çox dəqiqdir. Və bütün bu müzakirələrdən, o ağır bürokratik icazələr və maneələr fonunda mənim beynimdə siz izləyicilərimizə ünvanlamış maraqlı bir sual yaranır. Bəlkə də heç təxribatçıdır biraz. Nə sualdı o? Baxın, bəlkə də Azərbaycan kinosunun o həsrətlə gözlədiyimiz cəsur intibahı heç ənənəvi kinoteatrlarda, televiziyalarda və ya o böyük pavilyonlarda baş verməyəcək. Maraqlı yanaşmadır. Bəlkə də növbəti əsl şedevri yaradacaq şəxs aylarla nazirliklərdə kağız kupon dalınca qaçmayan, gənc, müstəqil birisi olacaq. Sadəcə əlindəki smartfonla fərqli bir hekayə çəkib, onu birbaşa rəqəmsal platformalara yükləyəcək. Onu nə sponsor saxlaya biləcək, nə də bürokratiya. Tamamilə. Bu barədə özünüz bir düşünün, sizinlə bu mövzunun dərinliklərini enmək çox xoş idi. Bugünlük bizdən bu qədər, növbəti təhlilimizdə görüşənədək. Özünüzə yaxşı baxın.